Hamıya salamlar dostlar. Bugün Car Simulator 2'ye davam ediyoruz. Bugün Car Simulator 2'də bu biliyorsunuz zamanlarda biz yeni Clio almışdıq. Ben bugün onu nokta xasıyam ki uzaktan da olsa bunun top speedini görə bilim. Onu eləyəcəm. Amma dostlar bugün oyunda bir dəyişikliklər daha da yüksəlirmiş. Ola bura baxın. Və hava sistemi dəyişildi oyunda. Bu nədir? Havaya baxın nə tər dəyişdi. Of, havanın dəyişməyi belə muntəzəm kimi. Ulan, nə qəşəng dəyişildi hava. Bulutlu. Səncə gecə görüntüsü nətərdir yaxşı? Gecə görüntüsü. Ulan oyun biraz da dəyişilir. Həbərimiz yox da oyun biraz da qat-qat da olsa dəyişilir oyun. Bu nədir? Hər yerdə yəni bir ev, hər yerdə yəni bir yerlər falan. Yüksəlir ucda, oyun yüksəlir. Yəni, bugün də buna nasıl taxırıq? Baxın, burada da bir dənə Clio var, orada da bir dənə Clio var. Yəni, nasıl maşınlar da güclənir. Atölyəyə gedək bir dənə. Atölyedə idi o. Atölyədə olmalı da. Gəl bir dənə nasıl taxaq maşına. Ən yavaş maşın çünki bu deyə bilərik. Bu da bir dənə nasıl taxsaq güclənər. Allah hava sistemi tədələnət debildiyin. Amma bunlar da qırmızı idi, təzədən bir də mavi oldu da bu radarlar. Oyunda daha deyir, yoxsa dəyişir ha maşallah. Yeni limana bax, hər zamanki kimi yenə görsənməyə başlayır. Sonra nasıl taxaq hələ ki? Orada çox qəşəng binalar falan var, bu nədir? Saray kimi orada qəşəng bir dənə bina var, saray kimi. Dönək falan. Mən baxın, burada saray var kimi. Saray kimi yerdir burası. Maşallah Allah, bu nədir? Oyun dəyişilir deyim kimi da, artıq oyun dəyişilir. Onu bir dənə nasıl taxaq, bir şeylər eləyək, gücləndirək bu maşını. Reklam izləyəcək, o qədər zaman istəyib də reklam izləyən ağa. Sənə görə fikrim dönür bir anda, məcbur oldum danışım yalanda. Sən də keçər bir yadıma salanda. Burada da bir dənə nasıl taxaq ki, güclənmə biraz yüksəlsin. Bugün axır ki, yeni maşının tavsiyə olan hızını öyrənməyə çalışırıq artıq. Yəni, nasıl taxmasaq bilənmərək o maşını nə qədər basa biləcək, nə olacaq. Bitti. Osu taxdıq. Yəqin ki, bu səfər biraz yaxşı gedər kimi. Səhv bunları da taxa bilirik. Bu səfər dedikcə bunu taxaq hələ ki, taxaq. Kaş buradan da biraz yeniliklər gəlsə. Neyse bir cino da olar. Başqa nə dəyişdirsək deyirəm. Hər ki, heç nə dəyişmirik. Demişim, bari bir yavaş bilet olsa burada bir tane reklam girecek de.
O kadar bidonumuz var daha 143 tane. Gel seni kaçta geçsin. Dümdüz yola gelip orada da tavası boğulsun. Orada o yolda göre bilər o. Ama bu göy üzü də nə qəşəngdir. Bayaqdan fikrim göy üzündə elə gedirəm. Allah akşam göy üzü nə qəşəng yeriymiş. Bax sən ola bax. Bax of. İndi burada baxaq görək nə qədər basırmış bu maşını. 187. Deməli 187 basır sanmış. Öyrəndik. Nasıl bitdi? Axır ki 187-yə qalxa bildik səni. Oh. Yeni şəhərə o bir şəhərə gəlib, o bir şəhərdə ala biləcək. Bir dəqiqə dayan, hazır cəra getməmişdən qabaq. Orada hək kimi bir yer var. Həmin bir villanın bu arxası tərəflərdə o da bir dənə hək kimi bir yer var. Mənim cəm orası haradır? Yoxsa yalan bir yerdir deyək, nə deyək ora? Ona da o gedirəm də baxıram da indi ora. Aha orada bir şey var, adacık. Orada bir adacık yeri var. Ana orada. Ama burası o da öyle. Maşın dənizə getmə, maşın dənizə getmə. Dur maşına minim sonra. O hatta bizə mini öyrənməyə çalışamayacaq. Orası nə tə yerdir, nə olur orada? Alacağa da getmək istəyirsiniz, elə bu şəkildə geyə bilirsiniz. Ancaq indi buradakı gizəm nəymiş? Mənim təxminim ki, burada heç nə yoxdur. Mən deyəm, bəyən ki, burada heç nə yoxdur. Amma yenə də bir dənə yol xalqda bura. Yox, burada heç nə yoxdur ki. Aman çıx, bir də buradan çıx. Suyun içində belə yavaş gedirlər bu maşınlar. Sudan çıxdım axır ki. Burada elə dolanım, doğru biz şəhərə doğru yola çıxım, orada yeni bir dənə qaraj alaq. Bugünkü iş amalımız bu maşın top speed hızında öyrənmək idi və öyrəndik da. Yəni 187 imiş hız. Elə reklam izləyib də doldura bilirik. Bax da bax, ətrafa bax.
Hava durumu bu şəkildəymiş. Mənə səhər girəndə hava belə öyle idi. Şöyle biraz girdim pul kastım bu oyunda ama hava həblə də öyle idi. Dəyişənlik biraz uzanıb bu oyunda. Of. Naruxadayn görüm. Nesleri devir. Gördün pulu tapşırığına təyəliyir o. Bu garaj neçəyədir? 45.000. Aldıq getdi. 45.000 elə buranı alır o. Ne arsaq artıq işte. Bir baxaq burada polis maşını çıxacaq. Çıxdı. Oh, çıxdı. Qəşəng. Sıx-sıx belə qəşəng polis maşınları versə, kim nə deyir ki? Axşam olmaq effektinə bax. Yeni hava effekti. Allah, nə gözəl hava var imiş bu oyunda. Hava sistemi dəyişildi. Bir şey yaz tətili bu gün Novruz bayramında Novruz bayramı oldu mübarək. Bir şey Novruz bayramıdır deyənə ona özəl deyəsən elə yeniliyibdilər hava. Məsələn yaz bayramı, məsələn yaz cəhdi indi. Elə bir ki yaz güncəlləməsidir da deyək bu hava. O havada yaz güncəlləməsində özəl dəyişilibdi. Açıbdıq. Görün hava nə tək qaralır. Bana fikir verdim ama Şaxta Baba da getdi da. Yeni güncəlləməni gözləyirik Şaxta Babada. O gələn kimi Şaxta Baba da getdi. Gaha axşam olma, gecə olma effekti nə təhədir? Gecə olma effektdə də bənövşəyi göstər. Elə bir ki, əvvəl yada olsa mavi göstərirdi əvvəl. Bu səfər də bənövşəyli göstər gözü. Onun üzərində yenilənmə var. Hava durumu dəyişib. Çox gözəl də bir hava var. Oyunda en güzel de bir hava. Bence Car Park'ta da var ya Rafa hava. Car Park'ı bilmirəm ama orada yeri gələndə hər yeni il olanda orada qar yağır. Yani belə bir şey var. Hər zaman belə yeni güncəlləmələri gətirsən, yeni il güncəlləməsi. Qəşəngdir yeni güncəlləmələr gəlməsi, amma yeni il güncəlləməsi gətirsən, ala qəşəng bir qar yağdır da biraz da. Mən fikir verirəm, bəs bu oyuna nə qədər yetişib belə qar yağmır. O da təzələnər bəlkə. Bəlkə bir gün bu oyuna bir qar yağması görə bilər o. Yağ tutması normaldır yani. Yağsa qəşəng olar. Qəşəng. Yaxında da günlük mücadilə yeri var abi deyə burada. Da bir də buradan oraya getdik qəşəng. Mən hava effektini gördüyümə şoka düşdüm.
Mən bugünkü gündə bu maşının nasıl tasvirçisini görmək idi. Bugünkü kimi o idi, amma girdim gördüm hava effekti dəyişildi o oyunda. Hələ bu harasıdır? Bir gəlsə bu oyun daha da dəyişilər. Mən zamandakı illəri gözləyirəm. O illər gəlsin. Bəlkə də bu oyunda o illərdə belə bir güncəlləmə falan olar. Bu oyun üçün deyirəm ha. Şəxsən. Aferin sağ Clio. Bu nə gözəl hərəkətlərdir. Oba bu nədir? Səhər olma. Səhər olma effekti heç bilmirdim. O desən o oyunda səhər olmaqdır, nədir? Səhər olur ya, axşam olur. Belə bir şey var. Bir dənə hava ilə yağış yağma effektləri gəlsə var ya, o da qəşəng olar ha. Sən istəyirik ki, bu oyunda nə bilim bir dənə qəşəng yağış yağma effekti olsun. Və yaxud da bir dənə qəşəng bir də qar da yağdır. Elə. Allah kimi qəşəng olar ki. Abi işıq var, nə arıq ala, işıq var qucağımızı yaparıq. Bu hava effekti biraz da dəyişilər, mən deyim. Biraz da dəyişilər deyəndə, yəni bir yağış da yağdırar bəlkə bir yerdə, nə bilim qar falan gələr, nə olar? Elə bir gün olsa var. Çünki onlar da yarasa yağış yağma effekti gətirərlər yaraq bu oyuna. Biraz da yığdırmaq lazım da bunu. Hatası o da olacaq da. Yiyəcəndə bu hələ bu maşını da yığdırarıq şəxsən. Bu da bugünkü videonun sonudur. Yani Hemen bu yemek kabını almalısınız. Çünkü bunun sayesinde her an her yerde sıcak yemek yiyebilirsiniz. Çatal bıçağı ile geliyor ve paslanmaz çelikten üretilmiş. Sonraki videolarda görüşmek